Herkese salam, kanalıma hoş gelmişsiniz. Bugün birlikte Türklerin sarmasını hazırlayacağız. Sadece Türklerden farklı olarak biz toyuğun döşətindən də istifadə edəcəyik. Düyünü və bulğuru qaynatmışıq, hazırdır. Toyuğun döşətini çıxartmışıq, donun açılmağını gözləyirik. Yarpaqlarımızı dəfələrlə yumuşuq və həmçinin göyərtilər də yumuşuq, hazırdır. Soğanı doğrayacağıq. Başladıq. Öncə soğanları doğrayıram. Siz isə kanalıma abunə olun, məni takip etməyi unutmayın. Bu tip videoları bəyənirsinizsə və çox olmasını istəyirsinizsə mütləq rəy bölməsində yazın. Təklif və iradiyyatlarınızı mütləq bildirin. Hətta ki, sizin fikirləriniz mənim üçün çox önəmlidir. Bu blenderimi yeni almışam və bu hissəsini heç istifadə eləməmişdim. Ona görə fikirləşdim ki, soğanları burada blenderdən keçirsəm daha yaxşı olar və daha rahat olar. Ona görə doğramaqdan fikrimi dəyişdim. Çox təəssüf ki, fikrimi dəyişmişəm. Ona görə soğanlarımız doğranmadı. Əməli başda pürə halında oldu. Siz amma belə eləməyin. Tənbəllik eləməyin. Mütləq soğanları xırda-xırda doğrayın. Soğanları qızarmağa qoydum, pişməyə qoydum və keçdim göyərtiləri doğramağa. Göyərtilər xırda-xırda doğrayıram. Biz nanə, keşniş, şüyüd və petruşka əlavə etdik. Siz də zövqünüzə görə istədiyiniz göyərtini əlavə edə bilərsiniz. Tekrar yoğuruq. Əslində dəfələrcə yığışıq. Ancaq nə qədər çatırsa, o qədər yaxşıdır. İndi yığanır. Bura qədər izləmişsinizsə, bəyəni butonuna basıb abunə olmağı unutmayın. Nanələri yarpaqlarından ayırıb vururuq. Həm çox vurmuruq ki, acı olar, həm də sapaq hisslərini ayırırıq ki, sərtlik verməsin. Burada yarpaqlarımız dəfələrlə yumuşaq hazırdır. Burada döşətimiz, göyərtiləri doğradıq. Düyü qaynayıb hazırdır. Soğan lazım olduğundan daha çox, daha doğrusu doğranıb blenderdən keçirib daha püre formasındadır. Əslində isə xırda-xırda doğramaq lazım idi. Bu benim hatam. Burada da bulğurumuz qaynayıb hazırdır. Hazırladığımız ərzaqları qarışdırırıq. Hal-hazırda qabımızda göyərti, toyuğun döşəti var. Qaynanmış düyünü üzərinə əlavə edirəm. Biz uzun düyü istifadə elədik. Siz istəsəz yumru düyü də istifadə eləyə bilərsiniz. Daha sonra qaynanmış bulğuru da üzərinə tökürəm. Qarışdırmağa çalışıram və kənarda üzərinə tomat pastası əlavə edib qızartdığımız soğanı da ərzaqların üzərinə töküb yaxşı-yaxşı qarışdırıram. Yaxşı-yaxşı qarışdırırıq. Daha sonra isə mamaşa hazırlanmış içləri, dolmaları bükür. Anamın əllərini yaxından çəkməyə çalışıram ki, necə səliqəli, incə işlədiyini yaxından görəsiniz.
Ümumiyyətlə mama şamın yaşı 60-dan yuxarı olmağına baxmayaraq barmaqları çox incədir. Və bu da bizim gözəllərimiz artıq pişməyə hazırdır. Qazana hardasa 1 stəkan su tökürəm. Qaynayan zaman dolmalar dağılmasın, açılmasın deyə üzərinə boşqab qoyuram və daha sonra qapaq bağlayıb pişməyə qoyuram. Dolmalarımız çox ləzzətli alınmışdı. Biz çox acıydıq, ona görə sizə çəkməyə çatdırmadım. Biz yedik dolmaları. Hal-hazırda soyuducudan çıxartmışam. Ona görə biraz belə bərkdir. Belə yapışıblar biraz bir-birinə. İndi isidib biz yeyəcəyik. Bizə nuş olsun. İstədiyiniz yeməkləri rəy bölməsində yazın. Sizlər üçün hazırlayaq. Siz isə kanalıma abunə olun, məni takip etməyi unutmayın. İstersen anlatırsın. Mamanın bükdüyü dolmalarla mən bükdüyüm dolmalar arasındakı fərq. Sizləri sevirəm. Sağ olun, sevgili qalın.